Salamlar, bugün sizlərə 5-ci sinif ədəbiyyat tarixindən növbəti mövzunun izahını təqdim edirəm. Mövzu belədir: əkinçidən başlanan yol. Gəlin başlayaq mövzunun izahına. Azərbaycan xalqının maariflənməsində Həsən bəy Zərdabinin rolu böyük olmuşdur. Deməli, Azərbaycan xalqının maariflənməsində kimin rolu böyük olmuşdur? Həsən bəy Zərdabinin rolu böyük olmuşdur. O xaricdə təbiət elmləri üzrə təhsil almışdır. Deməli, o xaricdə, yəni Moskva Dövlət Universitetində təbiət elmləri üzrə təhsil almışdır. Deməli, nə üzrə təhsil alır? Moskva Dövlət Universitetində təbiət elmləri üzrə təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmiş. Yüksək bilik bacarığına görə onu universitetdə saxlamaq istəmişlər, lakin Həsən bəy Azərbaycana qayıtmışdır. Yəni universiteti deməli fərqlənmə diplomu ilə bitirmiş. O bacarığına görə, bilik və savadına görə onu universitetdə deməli saxlamaq istəmişlər, lakin o Azərbaycana qayıdır. Azərbaycana qayıtmaq səbəbi budur ki, yəni xalqını, millətini sevən insan olur bu Həsən bəy Zərdabi və o öyrəndiklərini öz xalqına öyrətməkdən ötəri, yəni Moskva Dövlət Universitetində əldə etdikləri bilikləri öz xalqına öyrətməkdən ötəri, deməli nə edir? O Azərbaycana qayıdır. O Bakıda müəllim kimi fəaliyyət başlamışdır. Deməli nə edir? Azərbaycana qayıtdıqdan sonra nə edir? Bakıda müəllim kimi fəaliyyətə başlayır. Xalqının savadlanması, ana dilində təhsil alınması, anlı uşaqların məktəbə cəlb edilməsi uğrunda mübarizə aparmışdır. Deməli nə edir? Xalqının savadlanması, ana dilində təhsil alması, Azərbaycan uşaqlarının məktəbə cəlb edilməsi uğrunda mübarizə aparır. Yəni Həsən bəy Zərdabinin yaşadığı dövr Azərbaycan Çar Rusiyasının tərkibində olduğu dövrdür ki, 19-cu əsrin deməli 2-ci yarısı bu dövrdə Çar Rusiyası Azərbaycanlılara qarşı, deməli Azərbaycanlıların maariflənməsinə qarşı belə icazə vermirdi. Yəni Azərbaycan xalqını, ümumiyyətlə müsəlmanları tatar adlandırırdı və onları ikinci xalq kimi baxırdılar, aşağı səviyyədə baxırdılar. Onların maariflənməsi, savadlanmasına bir növ qarşı olurdu Çar Rusiyası. Bunun da əsas səbəbi buydu ki, yəni bu savadlanan insanlar gələcəkdə bunlara baş qaldıra bilərdi. Ona görə xalqın daha çox cahil vəziyyətdə saxlamaq istəyirdi və bu yöndə tədbirlər aparırdı. Buna qarşı da nə idi? Bir çox ziyalılarımız buna qarşı gəlirdilər. Yəni bu Azərbaycan xalqının savadlanması uğrunda mübarizə aparmağa başlayırdılar. Bunlardan biri də Həsən bəy Zərdabi idi. 19-cu yüzilin ikinci yarısında Azərbaycanda insanların savadlanması üçün şərait yox idi. Deməli, nə yox idi? 19-cu yüzilin ikinci yarısında Azərbaycan xalqının savadlanması üçün şərait yox idi. Onlar hüquqlarını bilmirdilər. Deməli, Çar Rusiyasının tərkibində idi Azərbaycan və onlar hüquqlarını bilmirdilər. Azərbaycanlılara qarşı demək, münasibətlər də yaxşı deyildi dövrdə Çar hakimiyyətinin. Ölkədə ali təhsil ocaqları, savadlı müəllimlər, kütəvi kitabxanalar, qəzet və jurnallar yox idi. Bu dövrdə Azərbaycan əhali xəbərin nə olduğunu bilmirdi. Əgər kiminsə yolunu təsadüfən şəhərə düşürdüsə, qaydanda ətrafda nələrin baş verdiyi hamıya danışırdı, ancaq bu məlumatlar çox qısa olurdu. Deməli, insanlar o dövrdə xəbər, yəni qəzetlər idi və yaxud da jurnallar yox idi. İnsanlar məlumatları yalnız bir-birlərinə deməli yadında qalan, məsələn, rayona gedirdi. İnsan orada baş verən əhvalatları yadında saxlayıb onu yenidən kəndə qayıdanda onu kənd əhlinə danışırdı. Məsələn, belə məlumat ötürülürdü. Bu da qısa olurdu məlumatlar və insanların savadlanması üçün, məsələn, jurnallar, universitetlər, kitabxanalar yox idi. O dövrdə xalqın savadlanması, inkişaf etməsi üçün Həsən bəy Zərdabi mümkün olan bütün vəsaitlərdən istifadə edirdi. Nə edirdi? Bütün vəsaitlərdən istifadə edirdi xalqın savadlanması, maariflənməsi üçün. Belə vəsaitlərdən biri də qəzet çapı idi. Deməli, nə edir? Azərbaycan xalqının savadlanması, maariflənməsi üçün əlindən gələn edir. Həsən bəy Zərdabi bu vəsaitlərdən biri də qəzet çapı idi. O dövrdə Çar Rusiyasında azad söz deməyə, qəzet və jurnal çapına demək olar ki, icazə verilmirdi. Demək, o dövrdə azad söz, mətbuat yox idi. Deməli, icazə verilmirdi. Qəzet çap olunmasına Həsən bəyin böyük əməyi olmuşdu. Geriliyi aradan qaldırmaq, ana dilindən qəzet hazırlamaq Zərdabinin qarşısında əsas vəzifə idi. O qəzetə ana dilini öyrədən bir məktəb kimi baxır və deyirdi, qəzet və ya jurnal oxumaq insan dünyadan xəbərdar edilir və öz dilini öyrədir. Deməli, o nə etmək istəyirdi Həsən bəy Zərdabi? O dövrdə qəzet, jurnal yox idi. Həsən bəy Zərdabi də xalqın maariflənməsi üçün, öz ana dilini deməli unutmaması üçün, daha yaxşı mənimsəməsi üçün öz ana dilində qəzet və jurnalın çap olunmasını üstün tuturdu və ona görə nə edirdi? Öz
ana dilində, deməli Azərbaycan dilində qəzet hazırlanması təşəbbüsünü ələ alır və nə edir? Bu qəzeti necə adlandırırdı? İnsanları xəbərdar edir, öz dilini öyrədir. Demək, qəzet, jurnal oxumaq insanı dünyadan xəbərdar edir, yəni dünya görüşünü belə deyək, artırır və öz dilini öyrədir. Dostların məsləhəti ilə Həsən bəy nəşr etdi. Rəcəh qəzeti Əkinçi adlandırır. Demək, necə adlandırır? Öz qəzetini Əkinçi adlandırır və Əkinçi adlandırması da bu nə ilə bağlıdır? Təbiət elmlərini bitirmişdi. Bu, yəni əkinçilik sahəsini belə deyək də, o dövrdə əkinçilik sahəsi ilə bağlı məsələləri o yaxşı bilirdi. Çünki Moskva Dövlət Universitetində təbiət elmləri üzrə təhsilini almışdı Həsən bəy Zardəbi. Bu baxımdan da qəzetin adı nə olur? Əkinçi adlandırılır. Əkinçi ilk milli qəzetdir. Demək, yadımızda saxlarıq. Əkinçi qəzeti ilk Azərbaycanın milli qəzetidir. Azərbaycan dilində ayda ilk 2 dəfə 300-400 ədəd çap edildi. Qəzetin ilk nömrəsi 1875-ci il 22 iyunda çıxmışdır. Demək, Əkinçi qəzeti nə zaman çap olunmuşdur? 1875-ci il 22 iyul tarixində. Bu tarixdə nə kimi qeyd edilir? Milli mətbuat günü kimi qeyd edilir. Yəni milli mətbuatın yaranması günü kimi Əkinçi qəzetinin çap olunma tarixini götürürük və Əkinçi qəzeti Azərbaycan dilində çap olunan ilk qəzetdir. Nə zaman çap olunmuşdu? 1875 22 iyul tarixində. 1877-yə qədər fəaliyyət göstərir bu qəzet, yəni 2 il fəaliyyət göstərmişdi və bu günü nə günü kimi qeyd edirik? Milli mətbuatın yaranma günü kimi qeyd edirik. Əkinçi qəzetinin çapa çıxdığı tarixi 22 iyul. Qəzetin hər nömrəsi əkinçiliyin inkişafına kömək edən məlumatlar dərc edildi. Demək, qəzetdə nə olurdu? Əkinçilik inkişafı, yəni səmərəli əkinçiliyin öyrədilməsi, bu məsələlər deməli hər nömrəsində öz əksini tapırdı. Material əksəriyyətini Zərdəbinin özü qələmə almışdı. Torpağın məhsuldarlığının artırılması, gübrə növləri, heyvandarlığın inkişafı, yeni əkinçilik alətləri əsas mövzular idi. Yəni əkinçiliyin inkişafı, səmərəli əkinçilik qaydalarının öyrədilməsi, demək, heyvandarlığın inkişafı üçün olan lazım məlumatlar demək bu qəzetdə öz əksini tapırdı. Bütün bu məlumatlar isə xalqa çox sadə bir dildə çatdırılırdı. Deməli, sadə bir dildə bu məlumatlar çatdırılırdı. Daha sonra beləliklə Çar rejiminin diqqətini qəzetin əsas ideyasından yayındırmaq mümkün oldu. Demək, Əkinçi adlandırması dedik ki, nə idi? Bu, Həsən bəy Zardəbinin bu sahədə təhsil alması ilə bağlı, yəni təbiət elmləri ilə bağlı, həm də Çar Rusiyasının bu sahədə diqqətini yayındırmaq üçün, yəni əsas mövzu əkinçilik məsələləri olsa da, burada əsas arxa planda olan mövzu nə idi? Xalqın oyanışı idi, xalqın milli ruhunun formalaşdırılması məqsədi ilə daşıyırdı ki, yəni bu qəzetin nömrələrində də bu əks olunurdu ki, xalqın oyanışı, milli ruhunun formalaşması, yəni bu məsələlər deməli qəzetdə öz əksini tapırdı. Azərbaycanın tanınmış nümayəndələri əkinçi ilə sıx əməkdaşlıq edirdi. Qəzetdə Mirzə Fətəli Axundzadə, deməli kimlər? Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və başqaları əsərləri çap edilirdi. Bu əsərlər həmin dövrdə baş verən nöqsanları tənqid edirdi. Əkinçinin nümayəndələri xalqın gediyinin əsas səbəblərini birini elmsizlikdə görürdü. Demək, əsas səbəb nədə görürdü? Elmsizlikdə görürdü. Onlar insanların adi hüquqlarından məhrum olduğunu, azad söz və fikir sərbəstliyinin olmadığını göstərirdilər. Yəni qəzetdə deyilir ki, insanlar azad fikir söz sahibi deyirlər. Yəni bu sahədə insanları məlumatlandırırdı, insanların hüquqlarını tanımaq baxımından demək insanları məlumatlandırırdı bu qəzet və tezliklə qəzet yəni bağlanır. Nə edir? 1877-də bu qəzet bağlanır. Bunun əsas səbəbi nə idi? Xalqın oyatmaq məqsədi daşıması. Bir də o dövrdə 1877-ci ildə Osmanlı ilə Rusiya arasında müharibə başlayır və bu müharibə nəticəsində bu qəzet Osmanlı yönümlü deməli təbliğat aparılması nəticəsində bu qəzet 1877-ci ildə bağlanır. Yəni bağlanma səbəbi nə idi? 1877-ci ildə Osmanlı ilə Rusiya arasında müharibə başlanılır. 1877-78 olur bu müharibə və müharibədə bu qəzet Osmanlı yönümlü təbliğat aparılması bu qəzetin bağlanmasına səbəb olur. Yəni Osmanlı müsəlman idi, Azərbaycanlılar da müsəlman idi. Yəni bu yöndə təbliğat aparmaq baxımından apardığına görə bu qəzet nə edir? Bağlanılır. Həm də əsas səbəblərindən biri də əhalinin
deməli dedik ki, əsas problemlərin tənqid edilməsi, elmsizlikdir, dedikdir, məsələn, hüquqsuzluğunun tənqid edilməsi. Bu da Çar Rusiyasına maraqlarına, mənafeyinə uyğun gəlmirdi. Buna görə nə idi? Bu qəzet 2 ildən sonra bağlanılır. Bu hadisə Zərdabiyə təsir edir, ancaq o əmin idi ki, Əkinçinin səpdiyi bütün toxumlar gec-tez cücərib öz bəhrəsini verəcək. Belə də oldu. Qəzet özünün sonra bir sıra milli mətbuat nümunələrindən nəşrindən yol açdı. Tezcə Əkinçinin ideyalarının daha güclü şəkildə təbliğ edən çoxsaylı qəzetlər və Molla Nəsrəddin jurnalı meydana çıxdı. Yəni bu qəzetin nəşrin dayandırılmasına baxmayaraq, sonrakı dövrlərdə yeni qəzetlər, məsələn Kəşkürdür, Ziya qəzeti kimi qəzetlər meydana çıxır. Daha sonra Molla Nəsrəddin jurnalı kimi çıxır ki, bu da xalqın oyanışına səbəb olur bu jurnallar. Maarifçiliyi təbliğ edən Əkinçi qəzeti milli ziyalıların nəslinin yetişməsində böyük tarixi xidmət göstərir. Deməli, əhəmiyyətini də dedik, bayaqları dərsin izahında bağlanma səbəbində onsuz qeyd etdiyi izaha diqqətlə qulaq assanız görəcəksiniz. Deməli, dərsin izahı bu qədər oldu. Sağ olun.